sağlam əqidəni qorumağın iki yolu var. Kim əqidəsini qorumaq istəyirsə, sağlam əqidəyə sahib olmaq istəyirsə, iki yola fikir verməlidir. Birincisi, sağlam əqidəni sağlam şəxslərdən və sağlam kitablardan götürəcək. Birinci yol budur. Sağlam əqidəni özün şəxsən öyrənəcəksən, etibarlı şəxslərdən götürəcəksən və etibarlı kitablardan oxuyacaqsan. Bunu bilmədikcə bu barədə elm əhlindən sən bunu bilirsən deyə bir göstəriş almadıqca başqa əqidələri, başqa kitabları və başqa adamın dediklərinə qulaq asmaq kimi. Əgər əqidəni qorumaq istəyirsənsə. İkinci yolu da bu əqidəyə dəvət edəcəksən. Susmayacaqsın. Şirk elirlər, küfr elirlər. Hər tərəfdə bütlər tikilir, pirlər tikilir, ziyaratlar tikilir və bu televizorda və müxtəlif vasitələrdə bu şeylər reklam olunur və sən susacaqsın. Heç zamanda İslam əqidəsindən düz gəlmir. Susa bilməzik biz bu batilə qarşı. Əqidəni qorumaq istəyirsənsə, sənin də dövrün olmalıdır. Başa salmalısan hikmətlə, elmlə, gözəl moizə ilə və dəvət etməyin öyrəndikdən sonra sağlam əqidəni qorumağın yardımçılarından hesab olunur. Və müsəlmandan tələb olunan da budur. Öyrən, əməl et və sonra onu öyrət. İxlasla.com saytı tərəfindən təqdim olundu.